Süpersi ve balıkçı nağılı. Müəllifi Gülzar İbrahimovadır. Lap qədim zamanlarda dəniz varmış. Burada bir tayfa yaşarmış. Dostlar, onların yarısı insan, yarısı da balıq imiş. Orada yaşayan bir sultan var idi. Onun ise güzel bir kızı var idi. Adı Süpersi idi. O çok yaxşı kız idi. Hamıya kömək eləyirdi. Ürəyi yumuşaq kız idi. Bir gün dənizdə tufan qopur. Balıkçı isə balıq tutan yerdə boğulurdu. Süpersi isə ona kömək elədi, batmağa qoymadı. Bundan sonra Süpersinlə balıkçı dost olurlar. Bir gün balıkçı ceylanın başını kəsir. Süpersin isə çox üzülür. Elə bu vaxtdan balıkçı orada heykələ döndü. Dostlar, bu kitab bizə xeyirxahlığı, insanlara qarşı yaxşı rəftar etməyi öyrədir.